Universitetə hazırlaşarkən şagirdlər müəyyən qruplara həvəs göstərirlər. Misal üçün biri deyir mən həkim olacağam və yaxud da hüquqşünas olacağam. Bu əvvəla şagird hər hansı bir qrupu seçməmişdən qabaq onun müəyyən dərəcədə bilikləri yoxlanmalıdır. Bunun humanitar fənlərə meyli daha çoxdur, dəqiq elmlərə meyli daha çoxdur. Yəni bunlar əsas yoxlanılmalı məsələlərdən biridir. Bəzi şagirdlər var ki, humanitar fənlərə daha çox meyil göstərirlər. Yəni bu 2 və 3-cü qruplara hazırlaşmağa daha məsləhətli olar. Çünki bunun düşüncəsi artıq humanitar fənlərə meyil eləyir. Yəni bundan 1 və 4-ə verə bilməz. Yəni versə belə 2-ci və 3-cü qrupdan daha çox nəticə ala bilməyəcək. Şagird də var ki, dəqiq elmlərə marağı çoxdur, riyaziyyat çox istəyir, fizikanı çox istəyir. Yəni bunlar üçün bunlarda olan misal və məsələlər daha rahatlıqla həll edir. Yəni bu da verə bilər 1 və 4-cü qruplara. Əsas bu ünsürlər nəzərə alınmalıdır. Amma bəzən valideynlər də var ki, şagirdləri misal üçün şagird həkim olmaq istəyir. Yəni baxır görür ki, bunun müəllim yoxlayır, bunun dəqiq elmlərə marağı daha çoxdur, riyaziyyata, fizikaya, kimyaya və s. O deyir mütləq şəkildə ki, sən olmalısan hüquqşünas. Yəni axı bu şagirdin sən gələcəyini korlayırsan burada.